Yox. Mənim dediyim şey nədir? Allah Taala yaradıcı, zəruri bir varlıq hər kəsə bir düşünmə qabiliyyəti verib və o düşünmə qabiliyyəti bir-birinə zidd ola biləcəyi ehtimalı daha yüksəkdir. Və bir qayda qoymayıb ki, bu düşüncə qabiliyyətləri bir-birinə ziddiyyət təşkil edib insanlar bir-birindən düşmən ola bilər. Nəticə etibarından bəşəriyyət xaos içində ola bilər. Belə yaradıcı olur. Bu yaradıcının elminə zidd bir şey deyil. Yox, indi deyəcəm. Bir hal ki, bir məktəb olsun məsələn. Misal üçün bir məktəb olsun. Məktəbdə bir nizam-intizam qaydası qoymasan, hər tələbə özünə nə sərf eləyir, özünə asan hansıdırsa, o yolu seçəcək. Nəticə etibarından elm hasil olmayacaq. Ona nə deyəcəklər? Ona məktəb adı vermək olar? Yox. Yox, indi qulaq asın da. Hə. İnsana təfəkkür verir və yaşamaq üçün həyatda. Buna eyvallah verir. Yaşamaq üçün lazımi proqramları standart proqram deyirlər, yaz proqram deyirlər. O insanda var. O instinktiv o şeylər, o yaşam şeydə, o heyvanda da var. Yəni heyvanda da var, canlılarda da var. İnsanda şuur dedikdə təfəkkür daha genişdir. Və Geniş niyə? Nə qədər geniş olur olsun, sənlə məni bir tərəziyə qoysun. Məsələn, sən də həyat, məsələn, həyatın gəlirəm. yaşam. Bax bir dənə bunu deyim, sonra icazə verəcəm. Daha nə qədər istəyirəm danış. Bax gözəl insan, sənə də bir varaq versələr, mənə də bir varaq versələr. Desələr ki, qardaş, hər ikimiz həyatda necə asan yaşamaq olar, necə hüdudlar, çərçivələr, bundan o tərəfə keçmək olmaz. Sənə də versələr bir kağız, mənə də versələr, hərəmiz fərqli şeylər yazacaq. Bir-birinə zidd ola biləcək şeylər yazacaq. Və sən iddia eləyəcəksən ki, mənim fikrim daha tutarlıdır. Mən iddia eləyəcəm ki, yox, mənim fikrim daha tutarlıdır. Və bizim iddiamızın hansı doğrudur? Bunu necə təyin eləmək olar? Mütləqdir ki, bizdən daha üstün bir varlıq olsun ki, bizim iddiamızın hansı haqq, hansı batildir, onu təyin eləsin. Düzdür? Deyəcəm də, siz deyin, mən fikrimi deyəcəm. Hədə elə fikrim budur da. Deyirəm ki, yəni təfəkkür xaosdan qurtarış çıxış yolu deyil. Qurtarış çıxış yolu olsaydı, bu qədər İslam'a inanmayan insanlar var ki, bir-birini qırırlar. Nəyə görə? Çünki hərəsinin baxış açısı başqadır. Təfəkkürü, iradəsi başqadır. Niyə? İslam'a inanmayanlar, niyə xristiyanlar qırır bir-birini? Əlbəttə ki, qırır. Müsəlmanlar qırmır. Yox, müsəlman qırırsa, müsəlman bir az qırdı bir-birini. Yox, məsələn müsəlmanın bir qayda qanun çərçivəsi var da, düzdür? Belə deyək də, dövlətin necə məcəlləsi olur? Ümumiyyətlə bu dövlət idarəçiliyini də deyim, bir dənə misal çəkeyim. Elə bir dövlət tapa bilməzsən ki, o dövlətin bir məcəllə kitabı, qayda qanun kitabı olmasın. Çünki olmasa dövlətdə xaos olar. Eynilə dünya da belədir. Dünyada da bir qayda qanun. Məsələn deyirəm, Bakıda bir qayda qanun kitabı olsa, Şəkidə bir qayda qanun kitabı olsa, Gəncədə bir qayda qanun kitabı olsa, bu nə olar? Ölkə daxili xaos olar. Ona görə də vahid bir məcəllə çıxardıblar ki, ölkədə xaos olmasın. Eləcə də dünyanın müxtəlif bölgələrində, nöqtələrində fərqli qaydalar olmamalıdır ki, insanlar xaosa məruz qalmasın. İndi sən bu İslamın hədləri, hüdudları var. Oradan mənə bir dənə dəlil göstər ki, bax bu qaydaya görə insanlar, müsəlmanlar bir-birini qırır. Subyektiv xəta ilə obyektiv xətanı qarışdırmaq olmaz. Gözəl insan. Mən ümumi insanlardan danışmaq istəyirəm. Dedi axı dini qoyaq bir kənara. Yaxşı danış. Elə sizin fikrinizdən də mən belə deyirəm ki, dünyanı idarə eləmək üçün din lazımdır, hə? Yaşamaq üçün. Xaossuz yaşamaq üçün bəli. Xaos ayrı şeydir, din ayrı. Xaos başa düşdü. Yaşda nizamlı yaşamaq üçün ən azından lazımdır bir din. Ay sağ ol. Bəs o bizi yaradan, bizə o təfəkkürü, düşüncə qabiliyyəti niyə verir? Seçim bizimdir. Necə yaşamaq, necə qayda qanun düzəltmək, bu seçim bizdikdir. Bizi yaradan danışmır. Ona görə verib də o təfəkkürü bizə. Yoxsa niyə verib? Hər bir insana onu verib sən podkarda. Ay sağ ol, hər bir insana verib. Və insanlar... Siz hansı qayda qanunu qurmusunuz ki, Azərbaycanda məsələn? Qoy bir dənə fikrini tamamlasın məsələ. İmtahlarına baxın. Siz mənim niyə götürürsünüz? İnsanlardan söhbət gedir. Hə. Təfəkkür verilir. Yaşamaq üçün insanlar uzun müddət yaşayır. Yaradan kimi bu cür olubmu qayda qanunlar? Olmuyor, düzdür. Keçiblər bir yolu. Keçdikcə təfəkkür də genişlənir, düşünmə qabiliyyəti genişlənir və artdıqca insanlar o qənaətə gəliblər ki, bəli, nəsə bir qayda qanun lazımdır. Bəli. Onu insanlar eləyib də, düzdür. Kənardan eşitməyib ki. Yox, insanlar eləmir. Təfəkkürün sayəsində.
Yox, belə şey Seçimler yox. insanların özündədir. İndi orada harda düz ediblər, harda səhv Məsələn, ediblər. məsələn, Qanunlar necə qəbul olunur? Qanunlar bu insanların içində çoxluğun qəbul elədiyi çoxluğun. Onu saldılar qanun şəklinə. Bəli, məsələn, 100 nəfərdirsə 90'ı deyir ki, bəli, belə yaşayaq. Onu saldılar qanun haqqında. Əsən. İndi burada bir dənə səbr edin. Burada bir dənə səbr edin. Gözləyirəm. Bu insan ki, təfəkkür ki deyirsən, insan təfəkkürü ilə formalaşan qaydalar qanunu. Bir şey deyim. Bu əxlaq kriteriyaları var da, hər bir insanın bir əxlaq kriteriyası, çərçivəsi var. Düzdür? Bəli. Əhsən. Azərbaycan kişisinə desən ki, üzr istəyirəm hamıdan, xanımlardan, bəylərdən, hamıdan üzr istəyirəm. Bir dənə Azərbaycan kişisinə desən ki, bir Azərbaycan vətəndaşına desən ki, qeyri-qanuni olaraq sənin bacından yaxınlıq eləmək istəyirəm. Düzdür? İndi mən səndən soruşuram, mən sənə sual verirəm. Bu dövlət qaydalarına baxsan, görərsən ki, burada heç bir cinayət yoxdur. Hər iki tərəfin istəyi olsa heç bir cinayət yoxdur. Məsələn, baxırsan Rusiyaya, Rusiyada heç bir problem yoxdur. Rusiyada buna normal baxırlar. Amma Azərbaycanda buna nə baxırlar? Əxlaqsızlıq qoyulub da Azərbaycanda. Ümumiyyətlə sizin üçün bax bu bir vətəndaşın öz doğma bacısının kimləsə yaxınlıq eləməyi, qeyri-qanuni, cinsi münasibətdə olmağı, 5 günlük, 3 günlük. Bu işin əxlaqsızlıq olduğunu hansı xat keşə əsasən təyin edirsiniz? Yaşadığımız mühitdə Azərbaycan mühitini götürürüksə, bəli, bu qəbul edirik ki, bu təhqirdir. Təfəkkür. Azərbaycanda təhqirdir, Rusiyada yox. Rusiyada müəyyən qədər yox. Onlar ruslar əxlaqsızdır, biz əxlaqlıyıq. O əxlaq geniş məfhumdur. Onu biz gəlməyin. Yox, bu məsələ ki var. Sən bu məsələyə əxlaqsızlıq kimi baxırsan. Bir rus gəldi, bir qardaşım. Məsələni sadə izah edeyim, başa düşəsiniz. Bax, bir rus gəlsə Azərbaycana. Biri ana söyüşü. Amma bizdə o söyüşə görə öldürərlər. Bildim, bir rus gəlib Azərbaycana, bir Azərbaycanlıya desə ki, sənin bacınla yaxınlığı. Çünki onda əxlaqı pozacaq bir şey öldürərlər, düzdür? Ədalətsizlik deyil bu. Olsa da seçim edirsən, sən mənim təfəkkürümlə seçim edirəm ki, mən bunu öldürməliyəm. Bu xaos budur da. Səhvdir, cinayətdir, mən hazıram o cəzanı çəkməyə. Bildimi, qardaş? Seçimi mən edirəm. Bildimi, seçimi sən edirsən, axı qarşı tərəfə ədalətsizlik edirsən axı. Ola bilər. Cəzasını çəkirəm. Ola bilməz axı, qardaş, sən bayaqdan təfəkkürlə danışırsan. Artıq bu ədalətsizlik prinsipi nə oldu? Ortaya çıxdı, qüvvəyə mindi. Çünki sən cəmaatın haqqına girir. Olmaz axı, qardaş, bu insanlığa zidd bir xüsusiyyətdir. Sənin daha bizim əstəğfurullah heyvanlar. Ona görə deyirəm ki, Yox, sən bundan nə demirsən? Ona görə deyirəm ki, vahid bir qayda lazımdır ki, o qaydanın adı Azərbaycanda da əxlaq olsun, Rusiyada da əxlaq olsun, Fransada da əxlaq olsun. Bu qaydanın adı, bu qayda bütün yerlərdə eyni qüvvəyə sahib olsun. Aydındır?